İSB.az portalından işçiləri necə bədbəxt hadisələrdən sığortalayırıq? Əlbəttə ki, Asan İmzala ilk növbədə portala daxil oluruq. Daha sonra müqavilə ilə qoşmasına əlavə yarat düyməsini seçirik və sığorta şirkəti üçün olan hissəni seçirik. Bizim əməkdaşlıq etdiyimiz sığorta şirkətinin. Daha sonra müqavilələri gətir düyməsini basdıqdan sonra bizə gəlir müqaviləmiz. Daha sonra işçiləri gətir axtarışa veririk və gələn işçiləri həmin siyahıya, həmin əlavəyə, həmin qoşmaya əlavə edirik bir-bir. Daha sonra əlavə etdikdən sonra irəli düyməsini basırıq və müqavilənin illik qoşmasına əlavəsi hazırlanır. Daha sonra sənədi qeydiyyatımızı aparırıq. Daha sonra biz həmin sənədi yeni pəncərədən açırıq və əməliyyatlara basdıqdan sonra emal edirik. Həmin sənəd emal ediləndən sonra bizə həmin əlavə çıxır, yeni pəncərədə açılır. Əməliyyatlara yenidən basırıq, əlavənin ödəniş planını seçirik və sığorta haqqının ödəniş qaydasını seçirik. İstəsək bir dəfəlik ödəniş, istəsək hissə. Daha sonra seçəndən sonra biz növbəti addımını edirik. Gələn bildirişlərdə, yuxarıda olan bildirişlərdə həmin hesab fakturanı bir daha açırıq və əməliyyatlar düyməsini basıb həmin sənədi imzalayırıq Asan İmza vasitəsilə. Asan İmza vasitəsilə onu imzalayandan sonra onu qarşı tərəfə, yəni sığorta şirkətinə imzaya göndəririk. İmzaya göndərdikdən sonra artıq bizim sənədimiz hazır hesab edilir və ödənişimizi edə bilərik. Bizim indiki durumumuzda ödənişimiz deyil, əksinə işçilərin işdən çıxdığına görə bizə geri qaytarılır artıq ödənilən vəsait. Burada biz icraçı şəxsi seçirik. Əməliyyatımız uğurla icra edildi, əməliyyat bitdi.